Çox üzrən bir məqama toxunacam, əlavə edəcəm mən də bura. Birincisi, məsələn, qohum evliliklərin əsas səbəbləri kimi ailədə sabitliyin qorunub saxlanılması. Yəni bunlar yaxın qohumlarsa boşanma olmayacaq. Mən artıq tanıyıram, yeni bir qız gələcək və yaxud da yeni bir bəy gələcək, kürəkən gəlindən gedir söhbət. Mən onun dünya görüşünü bilmirəm, onun belə deyim də, mənim evimə nə gətirəcəyini bilmirəm. Mənim qanunlarıma tabe olacaq. Qaynana gəlin problemlərindən tutmuş, yəni sadalaya bilərik. Burada əsas faktor kimi birinci səbəb ailədə sabitliyin qorunub saxlanılması. İkinci məsələ iqtisadi məsələ. Məsələn, iqtisadi məsələyə görə mən əgər yaxın qohumumdan alıramsa, qızı və yaxud da oğlumu evləndirirəmsə, burada yüksək belə deyim də tələbatlar olmayacaq qadına qarşı və ya qıza qarşı və yaxud da oğlana qarşı. Qız evi bahalı zinət əşyaları istəməyəcək, orada bir utanç faktoru var, qohumumdur. Və yaxud da ki, oğlan evi də bahalı cehiz faktoru, yəni belə deyim də Azərbaycan cəmiyyəti olaraq. Yəni maraqlar da, qarşılıqlı maraqlar əsasında. Onlar qohum olduqları üçün bir-birlərini güzəştə verəcəklər. Eyni zamanda toyun necə edilməsi, özləri bir-birinə uyumlu şəkildə. Çünki bir-birlərini tanıyır. Həm də çox vaxtda yəqin ki, İlhami xanım, misal üçün deyirlər ki, boşanmaların sayı artıb, amma yaxın qohum nigahıdırsa, burada artıq biz boşanmanın qarşısını sanki alarıq. Bəli, bir utanç var. Bir də qohumluq əlaqələrinin möhkəmləndirilməsi. Qohumuq biraz da yaxşı qohumluğumuz davam eləsin. Digər bir tərəf, indi məsələn, bir digər psixoloji, sosial psixoloji səbəbdir ki, mən tanıdığım insanı oğluma almalıyam və yaxud da qızımı tanıdığım insana verməliyəm ki, mən bilmirəm o oğlan nə işlə məşğuldur, onun hansı pis vərdişləri var və yaxud da ki, o qız yeniyetməlik dövrü necə keçib, o tanımadan, bilmədən mən onu evimə necə gətirim. Məsələn, yeni gündəmdə olan bir problemlər kimi gündəlik, aktual mövzulardan biridir. Və digər bir məsələ də ondan ibarətdir ki, yəni iqtisadi tərəfdir bu yenə də. Oğlanlar da burada, belə deyim də, təzyiqə məruz qalırlar, təəssüflər olsun ki, tək qızlar yox, filan kəsin qızını alasam, çünki mən əziyyətlə var dövlət yığmışam, o hansısa bir yad insana nəsib olmasın. Bir sıra məsələn, bu psixoloji, sosial içində qalsın. Bəli, mən əziyyətlə qazandıqlarımı hansısa bir yad qızı üçün qazanmamışam. Bəs nə dərəcədə mümkün olur, tutalım ki, nəzarət edilir, boşanma olmasın, tutalım ki, xala qızı xala oğlu ilə